Gəlib məni görərsən, mənə heyran olarsan. Samirra şəhərinin adının Azərbaycancaya tərcüməsi belədir. Samirra və ya Samarra şəhəri İraqda yerləşir. Bəli, İraqdayam. Kərbəla ziyarətinə gəlmişəm və ziyarətimizin ilk durağı məhz bu şəhər oldu. Ziyarətinə gəldiyimə görə düşünməyin ki, mən qatı şiəyəm. Mən əslində dinimizi məzhəblərə bölmədən yaşayan insanlardanam. Məzhəblər mənim üçün sadəcə İslam dinini bölməkdir, bölücülükdür. Gördüyünüz kimi bu dəfə ümrə ziyarətindən fərqli olaraq mən çadradayam. Yəni abaya deyil, çadradım və qara rəngli olmalıdır. Bura gələndə, Kərbəla ziyarətinə gələndə mütləq çadıra alın. Çünki bu ziyarətgahlara çadrasız buraxmırlar. Corab götürün özünüzlə, məscidlərə corabsız da buraxmırlar. Məhərrəmlikdir, hamı qara geyinir. Bilməm, başqa vaxtlar belə olur ya yox. Mən çalışacağım informativ paylaşımlar edim. Və xahiş edirəm, hər hansı bir şey bilməsəm, bilməyə bilərəm. Mən bir neçə aydır dinimizi daha dərindən öyrənməyə başlamışam. Nəyisə bilməsəm, buna çox belə ehtiyatlı dillə, məsləhət kimi bildirin. İrad kimi yox, onlar həqiqətən qıcıq olur.